Azərbaycanda ümumiyyətlə sosiologiyaya bir elm sahəsi kimi baxılmayıb. Azərbaycanda demək olar ki, bu gün mikrofon arxasında oturub elmi nöqteyi nəzərdən sosioloji məsələləri həll edən mütəxəssislərin sayı barmaqla sayılacaq qədərdir və bunlar da demək olar ki, məqalələr yazmaqla məşğuldurlar, elmi məqalələr yazırlar və belə deyək də marginallaşmış bir zümrəni təqdim edir. Gəlib podkast eləmirlər məsələn. Məsələn, siz dəvət eləsəz gəlməyəcək. Adam gəlməz. Məsələn, bizdə belə bir o Sovet dövründən qalmış bir şeydir ki, elm sahələridir, ondan sonrasında mədəniyyətin müxtəlif sahələridir. Bunlar spesifikdir. Marginallaşmış qruplar var. Bir-birləri ilə ancaq şəxsi tanışlıq nəticəsində dialoqa girirlər. O çevrədən kənara çıxmağa ya cəsarət eləmirlər, ya özlərinə yaraşdırmırlar. Məsələn, xalqla ünsiyyətə girməyi, xalqla, öz cəmiyyəti ilə ünsiyyətə girməyi. Məsələn, Azərbaycan alimlərinin çoxu, sosioloqları, indi o dediyim o barmaqla sayılacaq qədər olan sosioloqları və yaxud da belə deyək də, o intellektual təbəqəni təmsil edən əksəriyyəti xalqla, öz xalqı ilə ünsiyyətə girməyi özünə yaraşdırır. Yaraşdırmır, bəli. Bu da bu Sovet dövrünün, müstəmləkəçilik dövrünün bir mirasıdır. Çünki müstəmləkəçilik dövrü o məktəbləri özünə xidmət etmək üçün yaratmışdı.